Mən şər ola haqlı çıxacam, təsəvvür edirsinizmi? Siz mənim bütün pisliklərin səbəbkarı olduğumu dediyiniz halda mənə Allahın o mütləq hökmü tam olaraq keçməyəcək. Çünki mən sizin kimi Allahın bütün sifətlərinə birdən sığınmıram. Sizin kimi tənbəl, qorxaq və riyakar da deyiləm. Mənə onun yalnız bircə sifəti, mütləq ədalət sifəti lazımdır. Və mən həm sizi, həm də o Allahı məhz bu ədalət tələbi ilə mat vəziyyətinə gətirəcəm. Çünki bütün varlıq aləminin içində bir tək mən Allahdan həqiqi ədalət tələb edəcək hünərdəyəm. Bircə dəfə hünəriniz çatırsa əllərinizi göyə qaldırıb deyin: Pərverdigara, mənim həyatımda mənə qarşı yalnız ədalətli ol. Bunu deyə bilərsinizmi? Yox, deyə bilməzsiniz. Sizin ən yaxşılarınız belə o dəhşətli ədalətdən qorxub yalnız mərhəmət diləyə bilər. Çünki mən daha əvvəldə demişdim ki, ədalət dəhşətli dərəcədə qorxuludur. Ədalət yalnız tam mənası ilə haqlı olana sərf edir. Haqsıza, riyakara, naqis adamlara isə ədalət ilə ən böyük fəlakətdir. Əgər o Allah sizə xalis ədalət göstərsə, hamınız hər bir səhvinizin, hər bir gizli günahınızın bədəlini son qəpiyinə qədər də ödəyəcəksiniz. İndi deyin görüm, tutaq ki, Allah sizə yalnız ədalət sifəti ilə davrandı. Sizin hər bir pis və yaxşı niyyətinizə, ağlınızdan keçən hər iyrənc düşüncəyə və gizli əməllərinizə görə sizə tam qarşılığını verdi. Bu halda siz sevinərdinizmi? Təsəvvür edin, daxilinizdəki bütün o çirkin və saf niyyətlərin eyni tərəziyə qoyulmasını həqiqətən istərdinizmi? Əgər hünəriniz çatırsa, gedin və Allahdan yalnız ədalət istəyin, əgər o cəsarətiniz varsa. Məhşər günü o böyük məhkəmədə ədalət və mərhəmətin savaşı ortada olacaq. Mən o Allahın yaratdığı bir varlığam, bəli, və mən orada öz törətdiyim bütün şəri, bütün günahları tərəddüdsüz boynuma götürəcəm. Amma siz də hər şeyi boynunuza almalı olacaqsınız. Mənə atdığınız o iyrənc şər böhtanları bir-bir etiraf edəcəksiniz. Əslində məni ən çox qıcıqlandıran, ruhumu yandıran nədir bilirsinizmi? Siz öz uydurduğunuz yalana özünüz inanacaq qədər axmaq olduğunuz halda o Allah niyə məni sizin kimi axmaqlara təzim etməyə vadar eləyirdi? Bəlkə də Allah məni heç vaxt bağışlamaq istəməyəcək. Bəlkə də məni cəhənnəmin ən qızmar, ən dərin bucağına atmaq keçəcək onun istəyindən, amma bunu edə bilməyəcək. Eynən müttəhimin cani olduğundan adı kimi əmin olan, lakin hüquqi dəlil sübut çatışmazlığı ucbatından ona istədiyi hökmü verə bilməyən çarəsiz bir hakim kimi qalacaq həmin o Allah mənim qarşımda. Bəli, mənim günahım sübut olunacaq, lakin insan toplumunun mənə atdığı o sonsuz şərböhtan məni xilas eləyəcək. Çünki mütləq tərəzidən mənə edilən o haqsızlıqların çəkisi mənim həqiqi günahlarımı batıracaq. Siz orada qorxu içində mərhəmət deyə yalvaranda mən var gücümlə ədalət deyə qışqıracam və bəhsi mən udacam. Bəli, bu bəlkə də elə o əzəli bəhsdir. Mən Allahı öz qanunları ilə çıxılmaz vəziyyətdə qoyacam. Siz həmişə başqasını təqsirkar çıxarmağı sevirsiniz, çünki başqasını günahlandırmadıqca öz səhvinizin ucbatından yıxıldığınıza görə ağlamaq sizə ağır gəlir. Amma təqsir başqasının üzərinə düşəndə rahatlaşırsınız. Bəzən bir insanın bircə səhvinə görə ömür boyu etdiyiniz bütün axmaqlıqları və əpəllikləri onun üzərinə yığır və rəzilcəsinə filənkəs günahkardır deyirsiniz. Və işin ən bərbad tərəfi nədir bilirsinizmi? Siz özünüzü şuurlu şəkildə aldadırsınız, çünki o lənətə gəlmiş egonuz burada artıq kör-körünə işləyir. Özünüzə cəza kəsmək istəmirsiniz, çünki özünüzü mühakimə etməyə mənəvi gücünüz çatmır. Özü yıxılan ağlamaz prinsipi ilə üz-üzə gəlməkdən qorxursunuz, çünki başqasının vurduğu badalaqla yıxılmaq illüziyası öz axmaqlığınızdan yıxılmaq reallığından daha xoşdur. Kiməsə təqsir yıxmaqla mahirsiniz. Əgər cəsarətiniz olsaydı, kişi kimi çıxıb təqsirkar mənəm deyərdiniz, amma siz öz səhvinizi görmək istəmir, hər uğursuzluqda mütləq bir günahkar axtarırsınız, təki kiminsə arxasınca hürə biləsiniz.